İDEA və Strategies təşkilatı arasında işbirliyin əsnasında Digital Level Up proqramı gündəmə gəlmişdi və bu proqram çərçivəsində bir il ərzində bizim 3 kohort buraxılışımız olacaq. Bugün biz birinci kohortun məzunlarını təbrik elədik və sertifikatları onlara təqdim elədik. Strategieslə olan əməkdaşlığımızın əsasında biz bizim tələbələrimizə Oracle Universitetinin standartlarına uyğun olaraq təlim proqramları təşkil eləmişdik. 200 nəfərdən 72 nəfər proqramın məzunu olub, 72 nəfərdən 29 nəfər Oracle-ın rəsmi sertifikatını əldə ediblər. Bu proqram mənə bir çox yeni fikirlər, yeni ideyalar öyrətdi. İlk növbədə proqram mənim üçün çox inanılmaz idi. Çünki 32 lecture dönəmində Basic Python-dan başlayıb ən sonunda Deep Learning-in bəzi leksiyalarına qədər irəliləmə şansımız oldu. Əlavə olaraq Oracle-dan bir neçə beynəlxalq sertifikatı əldə etmə şansım oldu. Ümid edirəm ki, bu proqram mənim gələcək karyeramda ən yaxşı nailiyyətlərim üçün bir baza rolu oynayacaq. Digital Level Up proqramı çərçivəsində Data Science sahəsində təqaüdlə qəbul olma şansı əldə etdim. Bu sahədə paralel olaraq biz data elminin dərin biliklərinə yiyələnməklə yanaşı, bu praktiki və teorik bilikləri bulud infrastrukturunda, xüsusilə də Oracle Cloud infrastrukturunda tətbiq etmə şansına əldə etdik və beynəlxalq sertifikatlar əldə etdik. Rəqəmsal dünyanın bulud texnologiyaları və süni intellektlə əvəz edildiyini nəzərə alsaq, bu biliklər, data elmi, maşın öyrənməsi, süni intellektlə əlaqəli olan biliklərin bulud texnologiyalarında infrastrukturunda tətbiqi gələcəkdə hər sahədə çox önəmli olacaq.